Ölüm, qətl dəhşətli hadisədir. Təəssüf ki, heç kəs bu dəhşətdən arınmayıb. Sadəcə məşhurlar, tanınmışlar bu vahimə ilə üz-üzə qalanda cəmiyyət üçün daha böyük, dəhşətli bir nümunə yaranır. Bəzən də ən ağır faciələr ən məşhur soyadların arxasında səssizcə gizlənir. TV11 Azərbaycanlı məşhurların ailələrində baş verən dəhşətli qətl hadisələrini təqdim edir. Bu hadisələr içində oğlu doğranıb çamadana yığılan, oğlu tərəfindən arvadı boğularaq öldürülən, bağ evində övladı öldürülüb yandırılan və başqa dəhşətləri yaşanmış məşhurlar var. Başlayaq. Azərbaycanın məşhur diktoru Rafiq Hüseynov hələ işıqçı işlədiyi dövrdə həmkarı Roza Tağıyeva ilə tanış olur. Aralarında isti münasibət yaranır və onlar ailə qururlar. Bir-birlərini sevib ailə qursalar da övlad acısı yaşayıb ayrılıblar. 1984-cü ildə onların 18 yaşlı oğlu Rövşən amansızcasına qətlə yetirilib. Cinayətkar onu öldürməklə kifayətlənməyib, meyidini doğrayaraq çamadana yığıb. Hadisə dəqiq necə olub, çamadanı hardan tapıb, kim gətirib, ata oğlunu bu vəziyyətdə necə görüb, bunlar Sovet dövrünün arxivlərində qaldı. Şayələr çox idi. Güya uşağı Rafiq Hüseynovun oğulluğa götürdüyü adamın özü qısqanclıqdan öldürüb. Kimlərsə də deyirdi ki, Roza Tağıyevanın əvvəlki evlilikdən olan oğlu günahkardır bu işdə. Amma məlum olan o idi ki, Bakı Dövlət Universitetinin 18 yaşlı tələbəsini kimsə qisas zəminində öldürmüşdü. Amma nəyin, kimin qisası idi bu bilinmirdi. Bu fəlakət Rafiq Hüseynovla Roza xanımı birləşdirmədi, əksinə ayırdı. Hərə öz dərdini ayrılıqda çəkməyə üstünlük verdi. Söz açacağım növbəti ailənin isə qətl, ölüm yaşantısı müstəvisində tayı bərabəri yoxdur. Bu məşhurun əvvəlcə əri boğulur, illər sonra oğlunu yandırırlar, bir neçə il sonra isə özünü boğub öldürürlər. Söhbət bəstəkar Tamilla Məmmədzadədən gedir. Tamilla xanım çox erkən 18 yaşında bir idmançı ilə ailə həyatı qurur. Oğlu Çingiz doğulandan bir müddət sonra həyat yoldaşı dənizdə batan 2 nəfəri xilas eləmək üçün suya atılanda özü boğularaq dünyasını dəyişir. 1981-ci ildə 18 yaşlı Çingiz dostları ilə görüşə gedir və Mərdəkan bağlarının birində qətlə yetirilir. Qatillər izi itirmək üçün Çingizin meyidini həyətdəki ocaqda yandırırlar. Hadisəni isə ilk dəfə orada xidmətdə olan milis serjantı duyur. O kabab yeyi hiss edir və həyətə kabab yemək üçün barıdan boylananda tonqalın üstündə bir insanın yandığını görür. Milislər hadisə yerinə çatanda tonqalın üstünə uzadılan cəsədin artıq böyük hissəsi tanınmaz hala düşmüşdü, tamamilə yanmışdı. Çingizin ölümünə səbəb Avstriyada yüksək imkan sahibi olan, vaxtilə Sibirə sürgün edilən babası Məmməd Ağanın qızı Tamillaya ad günü münasibəti ilə bağışladığı çox qiymətli, brilyant dəst imiş. Xüsusi zövqlə işlənmiş bu bəzək əşyasının qiyməti inanılmaz dərəcədə yüksək idi. Məhz bu hədiyyə ailəyə daim böyük bədbəxtlik gətirir. Çingizin dostu həmin vaxt imkanlı bir Naxçıvanlı ailənin oğlu olan Alik ləqəbli oğlan onunla xeyli yeyib içdikdən sonra babasının gətirdiyi brilyantın yerini soruşur və bu saat həmin komplekti onlara çatırmasını tələb edir. Məqsədinə çatmadıqda isə digər 2 şəxslə köməkləşib Çingizi öldürüb yandırırlar. Həmin imkanlı şəxsin oğlu Alik dəfələrlə həbsdən qurtarılıb. Bu dəfə isə xüsusilə mühüm işlər üzrə müstəntiq Oqtay Qasımovun prinsipiallığı və bəstəkarın ali orqanlara qədər şikayəti nəticəsində ölüm hökmünə məhkum edilərək Alik güllələnir. Tamilla Məmmədzadənin isə bu hadisədən sonra da üzərindən qara buludlar çəkilmir. Bu hadisədən 2 il sonra ikinci əri də dünyasını dəyişir. İllər sonra isə bəstəkarın qızı kimi saxladığı, toy eləyib köməkli göstərdiyi qulluqçusu əri ilə bərabər axşam vaxtı onlara qonaq gəlir. Mətbəxtin əlində qonaqlara çayla qayıdan bəstəkarı arxadan qulluqçunun əri kəmərdən boğur və qızılların yerini soruşur.
Bəstəkar qızılların yerini deyir, ancaq xahiş edir ki, onu öldürməsinlər. Qulluqçunun əri razılaşsa da qadın razılaşmır. Deyir o, oğlunu öldürən adamı həbs etdirib. Bizi də etdirəcək, öldür. Beləliklə, bəstəkar Tamella Məmmədzadə 1997-ci ildə boğularaq öz evində qətlə yetirilir. 3 gün morqda qalan bəstəkarın nəşini nəhayət 4-cü gün qohumlarına verirlər. Çox sakit keçən yas mərasiminə vaxtilə çiyin-çiyinə çalışdığı sənət dostlarından demək olar ki, heç kim gəlmir. O, öz səsi ilə oxuduğu musiqi sədaları ilə dəfn olunur. Çünkü o hakikatinde ayrıca bir füsun var. Digər bədbəxtliklə üz-üzə qalan ailə isə xalq artisti Nuriyə Əhmədovanın ailəsidir. 1996-cı ildə aktrisanın 20 yaşlı qızı İlahə ailə qurur, övladı olur və 40-ı çıxandan sonra valideynləri ilə birlikdə yaşamağı planlayırmış. Lakin körpə cəmi 20 günlük olanda qızın həyat yoldaşı onu qətlə yetirir. Qızı Nuriyə Əhmədovanın qucağında can verir. Qızının həyat yoldaşı aviasiyada təhsil alıb, İlahəni qaçırıbmış, sonra toy ediblərmiş. Qızı hamilə olduğu dövrdə və uşaq doğulandan sonra bir müddət valideynləri ilə qalıb. Sonradan məlum olur ki, qızının həyat yoldaşı psixi xəstə imiş. Anası sağ olduğu müddətdə onu mütəmadi müalicə etdirirmiş. Anası öldükdən sonra isə atası müalicəni davam etdirməyib. Qızının isə bundan xəbəri olmayıb. Bu barədə ailə yalnız məhkəmə prosesi başa çatanda artıq məlumat əldə edib. Nuriyə Əhmədova deyir ki, xəstəliyin növbəti tutması zamanı həyat yoldaşı qızını öz körpə övladına qısqanaraq öldürüb. 2014-cü ildə isə xalq artistinin digər övladı Əli 37 yaşında xərçəngdən dünyasını dəyişib. Bundan bir neçə ay sonra Nuriyə Əhmədova özü də dünyasını dəyişir. Ən dəhşətli ailə faciələrindən biri isə Azərbaycan musiqisinin unudulmaz isimlərindən olan maestro Niyazinin evində baş verib. Niyazi bəylə Həcər xanımın övladı olmadığından qohumlarından Ceyhun adlı oğlan övladlığa götürüblər. Ceyhun böyüdükdən sonra təəssüf ki, narkotik aludəçisinə çevrilir və evdəki əşyaların demək olar ki, bir-bir hamısını satıb bitirir. Hətta maestronun həmişə barmağında gəzdirdiyi brilyant qaşlı üzüyü və Almaniyada ona hədiyyə olunan qızıl dirijor çubuğunu da oğurlayıb satır. Niyazi dünyasını dəyişəndən 5 il sonra Ceyhun Niyazinin evinə gələrək Həcər xanımdan pul istəyir. Ancaq istədiyini əldə edə bilmədiyi üçün Həcər xanımı boğaraq qətlə yetirir və oradan qaçır. Bundan sonra o həbs olunur və deyilənlərə görə elə həbsdə də dünyasını dəyişir. Lakin bəzi mənbələrdə deyilir ki, Ceyhun həbsdən azad olur, yəni azadlığa çıxır və hələ də həyatdadır və yaşayır. Bəzən səhnə işıqları insanın həyatındakı qaranlığı işıqlandıra bilmir. Ən tanınmış adların arxasında belə heç kimin görmədiyi illərlə daşınan faciələr gizlənir. Bu hekayələr bir daha göstərir ki, ölüm məşhurla adsızı ayırmır. Amma bəzi itkilər bir ailənin yox, bütöv bir cəmiyyətin yaddaşında iz buraxır. Adlar yaddaşdan silinə bilər, amma yaşanan dəhşətin izi asanlıqla silinmir. Hər birinizə dəhşətlərdən uzaq qalmaq arzulayırıq. Salamat qalın.